hökmən lazımdır. Ona görə də psixologiyası keçinmək olmaz. Bizim ənənəvi təhsildə bir psixoloji xidmət kimi mən düşünürəm ki, biz onun arealını genişləndirməliyik, onun miqyasını genişləndirməliyik. Əmər müəllim, biraz da psixologiyaya baxış da dəyişməlidir. Biz hələ də marksist baxışla baxırıq. Məsələn, mən bir neçə psixoloqla söhbət elədim. Adam ruhun varlığına inanmır, amma psixoloqdur. Ruha da təsir eləmək istəyir. Bəli. Psixoloq nə edir? Ruha təsir edir. Onun daxilə aləminə, mənəvi aləminə təsir edən adam buna inanmır. Mən hətta səbəblərimsə, böyük alimlərdən birinin belə bir fikri var ki, psixologiya ruh haqqında elmdir. Yəni, elə bir, bəlkə də o qədər materialist yanaşmada bu biraz təksib oluna da bilər, mən onu dəqiq deyə bilmərəm, psixoloq deyiləm. Amma ümumiyyətlə biz insanın şəxsiyyəti bütöv maddi və mənəvi, yəni onun ruhaniyyəsini, bütövlükdə nəzərə almalıyıq. Duyğularını, o duyğuları hərəkətə gətirən mexanizmləri bilmədən, mənəviyyatı inkişaf etdirmədən təsir eləyə bilərsən, o nəzir tərbiyə eləyəsən. Doğrudur. Onda onu fiziki cəhətdən formalaşdırmaq. Şimdi bizim işin çətinliyi ondadır ki, bizdə məsələ bu Əbdül müəllim kimi müəllimlərimiz vardı, amma kifayət qədər deyil. Bunların sayı artırılmalı. Məsələn, pedaqoji, o psixologiya fakültələrində falan da ailələrə təsir edən, ailə psixologiyasını bilən, ailə ilə məktəb arasında əlaqəni qura bilən, məktəblə şagird arasında, şagirdlə müəllim arasında çox mürəkkəb proseslərdir. Siz məndən yaxşı bilirsiniz. Təbii, o doğrudan da elə elədir. Bizim indi, məsələn, biz əgər, məsələn, bugün yaranır, əvvəlki təhsil sistemində bir monoloji mədəniyyət olubdur. İndi yaranır dialoji mədəniyyət. Dialoji mədəniyyət nədir? Dialoji mədəniyyət ünsiyyətdən ibarətdir. Ünsiyyət mədəniyyəti. Hər bir şəxs özünü ünsiyyətdə göstərir. Ünsiyyətdən kənarda şəxs görünə bilməz. Ünsiyyət isə təbii ki, orada qarşında olan adamın onun tamamilə dərk eləmək, qəbul eləmək və onunla ünsiyyətə girmək deməkdir. Yəni, onun psixologiyasını dinləmək, bacarmaq, danışmağı bacarmaq. O çox böyük bir elmdir. Fikirlərə hörmət eləmək, o çox böyük bir mədəniyyətdir. Səbr göstərmək, dözüm göstərmək. Biz bunları keçməmişik. Bizim ümumiyyətlə məktəbimizdə, təhsilimizdə ən böyük cəhət, mən deyərdim ki, prioritet bir bacarıqların içərisində ən prioriteti ünsiyyət, kommunikativ mədəniyyət, ünsiyyət mədəniyyətini formalaşdırmaq. Bu hər şeyə, adicə mənim bir əşyaya ünsiyyətim, bir canlı varlığa, cansız əşyaya, ümumiyyətlə maddi, mənəvi, nəyəsə bir təmasda ünsiyyət meydana çıxır. Bu formalaşmalıdır. Bunu məktəb formalaşdırmalıdır. Bir başqa cəhət də var. İndi müəllimlərin hazırlığından, valideynlərin xüsusən hazırlığından, bu işə ailələrin hazır olmasına söhbət edirik. Buna informasiya dəstəyi də məncə psixoloji dəstək qədər əhəmiyyətlidir, deyil mi Əmər müəllim? Çox vacibdir. İnformasiya dəstəyi çox vacibdir. Çünki biz bugünkü zamanın ən böyük 3 problemi var da, biz hamımız bunu bilirik. Bunun birincisi elmi texniki tərəqqidir. Yəni ikincisi qloballaşmadır və üçüncüsü məlumatlı cəmiyyətin yaradılmasıdır. Məlumatlı cəmiyyəti yaratmaq hər zaman bizdən sürətlə inkişaf eləyir məlumatlar. Bu dünyanın problemidir. Bizdə daha çox problem. Qloballaşırıqsa, əgər biz qlobal dünyanın adamlarıyıqsa, biz məlumatlı bir cəmiyyət kimi formalaşmalıyıq. İnsanları bu məlumatları buna verməliyik. Təbii ki, məlumatları sürətlə çatdırmağın formalarını düşünməliyik biz bu saat. Məsələn, biz daha ona fikirləşmirik ki, bizim bir dənə dərsliyimiz var, elə məlumatları orada verilir, qutarı çıxı getdi. Uşaq özü təkcə dərslik yolunu düşünməliyik ki, məsələn, uşaq o qədər məlumatların içərisindədir ki, bizdən də daha yaxşı onların bacarıqları var. Məsələn, internet məlumat, informasiyası var, girir kompüterə, kompüterdən istifadə edir, internetdən istifadə edir, müxtəlif qəzetlər, jurnallar, televiziya, görün nə qədər texnologiyalar var. Bu texnologiyalar axınında uşaqlar inkişaf edir, formalaşır, müəllim uşağa çatmalıdır. Bəzən bugünkü müasir müəllim uşaqdan geri qalır. Ona görə uşaq məktəbə gəlmək istəmir, müəllimi dinləmək istəmir. Müəllim özünü inkişaf elətdirib uşağı qabaqlamalıdır. Yəni, bugün müəllim bunun üçün vacibdir ki, bütün informasiyaların fonunda dayana bilsin, onu qəbul edə bilsin, onu öyrənsin. Sadəcə elə belə o informasiyaları alma yox, onu əxs eləsin, ondan nəticə çıxartsın və müəyyən mənada reaksiya versin ona, hər hansı bir prosesdə ondan istifadə edə bilsin. Bu çox vacib problemdir. Bugünün, zamanın çox qaçılmaz bir problemidir. Bunsuz hərəkət eləmək olmaz. Əmər müəllim, doğrudan da
Biz əvvəllər elə bilirdik, bəs o bizdə bir ata sözü var, deyirlər, şaqqulu ata görməyib, deyib, gözdə bir atadır. Bizim əslində əvvəllər buna ehtiyacımız olmayıb. Bu ehtiyac olmadığına görə biz bu barədə düşünməmişik. Ehtiyac indi çıxır, ona görə indi bu barədə danışırıq. Həqiqətən də məsələn bir uşağa dərsliyi verirsən, dərslikdə olan bütün cümlə, fikir, maya, qayə, nə var, hamısı varsa o yazan müəllifin fikridir də, elə deyil. Və biz birdən-birə milyonlarla insana deyirik ki, sən mən dediyim kimi düşün. Mən dediyim kimi bu fikrə qiymət ver. Bunu o cür qiymətləndir. Bu biraz Sovet sistemindən qalan o diktatorluq şeydir də. Amma əslində uşaq özü axtarıb tapmalıdır, elə deyilmi? Belə mən yeri gəlmişkən elə bu sözə bir dəstək vereyim. Təkcə indi Sovet dövründə də olub belə şey, ümumiyyətlə ənənəvi təhsildə belə şey olub. Ənənəvi təhsilin dərdidir bu. Məsələn, məktəbi dünya psixoloqları 3 deyək ki, etapa bölürlər təhsili. Hafizə məktəbi, təfəkkür məktəbi, hələ olmayıb. Və yazırlar ki, olacaq təxəyyül məktəbi. Təxəyyül məktəbi. Hafizə məktəbi uzun müddət insanları müşayiət edibdir. İnsanlar hafizə məktəbində hafizələrini itiləmək, çoxlu informasiyalar öyrənmək, çoxlu şeirlər, Crossword eləməyi bacarmaq. Yaddaşı yükləməklə məşğul. Və bizim ənənəvi təhsilimiz də təbii ki, daha çox buna, təbii orada düşünmək, müəyyən məsələlər olub, nəzəri şəkildə, amma burada daha çox bizim dərsliklərimiz o qədər, belə mən deyərdim, müntəqabata bənzəyibdir. Seçilmiş materialların toplusu. Uşaq o informasiyaları ancaq elə öyrənməklə məşğul olur, yadda saxlasın. Yadda saxlama və sonra yada salma. Yəni, orada onun düşünməyə imkanı olmuyor. Biz uşaqlara düşünmə imkanı verməmişik. Amma bugünkü dərsliklər elə ola bilməz. Yəni, o dərsliklər, demək, bilik verən, məlumat verən dərsliklər olur. Bugünkü dərsliklər isə, indi hansı ki, yeni kurikulumların, deməli, istiqamətində formalaşacaq və mən yeri gəlmişkən deyim, dünən bizim hörmətli nazir müavinimiz, deməli, Azərbaycan Respublika Təhsil Nazirinin müavini İskəndər müəllim, İskəndər İskəndərovun çox gözəl bir məqaləsi də çıxıbdır. Yeni dərslər necə olmalıdır? Yəni, orada da bu qoyulub məsələ Azərbaycan müəllim qəzetində. Bunu tamaşaçılara xəbər edək ki, oxusunlar. Çox gözəl bir məqalə. O, ümumiyyətlə, dərslik, bəlkə də maraqlı olan tərəflər üçün maraqlıdır. Çox gözəl o məqalədə qoyulubdur ki, və burada indiki dərsliklər istiqamət verici, düşündürən dərsliklər olmalıdır. Sadəcə müəyyən informasiya, məlumat verici. O biliklər verən yox, istiqamət verici, düşünməyə istiqamət versin. Şagird dərslikdən istiqamət götürsün, getsin internetdə, haradasa başqa bir vəsaitdə, başqa bir resursda, mənbədə onu axtarsın. Kitabxanada axtarsın. Kitabdan, qəzetdə, bir yerdən tapsın. Bəli, hər şeyi dərslikdə axtarmaq, orada tapmaq mümkün deyil və bu real da deyil. İndiki informasiyaları dərsliyə sığışdırmaq mümkün deyil. Və biz uşağı deyə bilmərik, sən dərslikdəki informasiyalarla sən yekunlar. Biz uşaqlara düşünmə öyrədirik. Uşağa dərslikdəki sadəcə məlumatı öyrənmə öyrətmirik. Bəzən məktəbə mini elmlər akademiyası kimin başa düşürük. Nə qədər kəşflər var, deyək fizikada, kimyada, biologiyada, hamısını yükləyək o kitablara, uşaqdan da bunu soruşaq. Bilirsən ya bilmirsən? Bəli, mən yeri gəlmişəm müəllimlərlə əlaqədar. İndi yeni sizin də mən istəyərdim ki, deyim və sizin məlumatınız var, dinləyicilərimiz də, tamaşaçılarımız da bilsinlər. Kurikulum jurnalı çıxır və bu jurnal müəllimlər üçün, təhsil işçiləri üçün çıxır. Və bu jurnal təbii ki, fəaliyyətini davam elətdirəcəkdir. Orada kurikulum problemlərinə bağlı, yəni Azərbaycan təhsilinin müasir problemləri ilə bağlı ən yeni yanaşmalar orada öz əksini tapır. Yəni, o ildə 4 deməli, sayda çıxır. Onun baş redaktoru bizim hörmətli nazirimiz cənab Misir Mərdanovdur. Yəni, o jurnal çap olunur və o jurnal da bizim müəllimlərimiz üçün çox gözəl məlumat mənbəyi olacaqdır. Mən əgər... Bu da bir informasiya dəstəyidir də, hər halda kurikuluma, həm də elmi səviyyədə, metodiki səviyyədə. Bundan başqa daha müəllimlərimiz haralara müraciət edib bu şeyi öyrənə bilərlər, kurikulumla bağlı, ona deyim, ehtiyaclarını. Ehtiyaclarını mən deyərdim ki, nəinki müəllimlərin, valideynlərin buna ehtiyacı var. İndi biz bir balaca ona da toxuna bilərik. Bizim reklam aramız olacaq. Ondan sonra amma müəllimlər, məsələn, mən deyərdim ki, elə jurnalda, bizim pedaqoji mətbuatda ara sıra belə materiallara təkcə kurikulum jurnalında yox, Azərbaycan məktəbi jurnalında,
eləcə də Təhsil problemləri qəzetində çoxlu məqalələr çıxır. Azərbaycan müəllimi qəzetində xeyli materiallar verilir. Yəni pedaqoji Azərbaycan məktəbi jurnalında bəli, pedaqoji Təhsil Nazirliyinin orqanı olan pedaqoji mətbuatda hər birində bunlar çıxır ümumiyyətlə. Müəllimlərimiz oradan bəhrələnə bilərlər. Eyni zamanda ara sıra indi gələcəkdə nəzərdə tutulur ki, materiallar toplansın və kitablar çap olunsun. Təbii ki, bunu biz planlaşdırırıq və onlar indi bu saat hər bir rayonda, hər bir məktəbdə internet var, kompüter var. Onlar girib müəyyən bir internet mənbəyindən istifadə edə bilərlər ki, yəni deyək ki, bizim saytımız yaradılmalıdır. Biz onu məlumat verərik. Mən reklamlardan sonra istəyirəm o sahədə geniş danışaq. Çünki bu çox mühümdür. İndi oradan rejissorlarımız da xəbər verirlər, zəngi az qalır. Bir reklam fasiləsinə ehtiyac var. Əziz tamaşaçılar, qısa bir aramız var. Reklamlar. Reklamlardan sonra Ənvər müəllimlə birinci siniflərin bu ilki təhsili məsələsini davam elətdirəcək söhbətimizi. Bizdən ayrılmayın. 5 dəqiqəlik fasiləmiz var. Reklam tənəffüsümüz başa çatdı. Söhbətimizə davam edirik. Xatırladıram ki, həm söhbətim Respublika Kurikulum Mərkəzinin direktoru Ənvər müəllim Abbasovdur. Ənvər müəllimlə biz reklamlardan əvvəl xatırlayırsınızsa, sonradan qatılanlar da proqrama qoşulanlar varsa, onlar da əlavə məlumat olsun deyə deyirəm, xatırladıram. Biz kurikulum prosesinin birinci siniflərin bu iş prosesi hazırlığı məsələlərinin bəzi problemlərindən və yaxud görülən işlərindən danışdıq. İndi psixoloji dəstək qədər informasiya dəstəyinin də çox vacib olduğunu qeyd elədik. Bunların arasında xüsusən internet saytlarının yenidən qurulması, internet vasitəsilə bu kurikulumun məktəblərə, ailələrə xitab etməsi, bu barədə nə düşünə bilirsiniz Ənvər müəllim? Mən düşünürəm ki, bu çox vacib bir məsələdir. Biz Dünya Bankının dəstəyi ilə nəzərdə tutulur ki, bu demək Təhsil Problemləri İnstitutunda kurikulum mərkəzinin bir saytı olsun. Çünki bu işlərin gedişi prosesində çoxlu problemlər yarana bilər, müəllimlərin sualları çıxa bilər meydana. Müəllimlərin şübhəsiz çətinlikləri olacaqdır. Və bu çətinlikləri, bu problemləri aradan qaldırmaq üçün müəllimlər kimdənsə məsləhət almalıdırlar. Çünki bu yeni bir texnologiyadır, yeni bir məsələdir, yanaşmadır. Ona görə də nəzərdə tutulur ki, bir sayt yaradılsın və o saytda yerləşdirilsin, ora müraciət eləmək olar, suallar vermək olar. Bunu gələcəkdə biz bunu hardasa bu yaxın zamanlarda demək bu məsələ həll olunanda cəmaət biləcək bunu. Həm də ailələr də bundan istifadə edə biləcəklər. Təbii, əlbəttə. Çünki burada bu çox geniş bir məsələdir. Cəmiyyətin problemi, təhsil cəmiyyətin problemidir. Cəmiyyətdən kənarda təhsil yoxdur. Ona görə də burada düşünmürük ki, bu sadəcə ancaq müəllimlər bura müraciət edəcəklər. Eyni zamanda bura valideynlər də müraciət eləməlidirlər. Müəyyən mənada valideynlər də nə isə soruşmalıdırlar. Çünki onların da sualları meydana çıxacaqdır. Yəqin ki, onlarla nəsə düşündürəcəkdir. Amma birinci növbədə müəllimlər öz iş texnologiyalarını qurmaq üçün hardasa məsləhət eləməli olacaqlar. Kimdənsə bir məsləhət, dəstək almalı olacaqlar. Ona görə də çox vacibdir ki, bu məsələdə belə bir dəstək olsun. Təbii, bu çox vacibdir. Amma biz, üzr istəyirəm, biz yaratmışıq ki, bizdə bizim deyək ki, e-mailimiz var. Yəni, xüsusi o e-mail müəllimlərə vermişik, kurikulumla məşğul olanlara vermişik. Biz institutda bir set, deyək ki, bir setdə qoymuşuq
kurikulumları, hansısa kimsə institutun deyək ki, əgər o əlaqə yarada bilsə, oradan onu baxa bilər. Amma hər halda bu sayt kimi olsa, orada onu götürmək mümkündür. Şübhəsiz. Biz orada bütün kurikulumları qoyarıq ora, bütün məsləhətləri qoyarıq. Oradan istifadə də oluna bilər və suallarını da ora göndərə bilərlər. Doğrudur. Biz bu məsələnin başında siz bayaqları bir dərsliklərin yeni formatda falanda olacağını bir toxundunuz. Yəni bu yeni birinci siniflərin yeni dərslikləri biraz daha aça bilərsinizmi? Nə cür şəkildə olacaq? Yəni bu yenilik nədən ibarətdir? Deməli, Azərbaycanda təhsil siyasətində yeni bir dərslik siyasəti həyata keçirilir. Bu siyasət təhsil siyasətinin içərisindədir. Yəni onun bir parametridir və demək Respublika hökumətinin razılığı ilə bir dərslik siyasəti sənədi də təsdiq olunubdur. O sənədə əsasən bu dərslik üzrə işlər aparılır və mən onu deyim ki, dərsliklər həmin sənəd əsasında elə bil qurulmalıdır, həyata keçirilməlidir. Orada nəzərdə tutulur ki, bu özü bir ayrı bir problemdir təbii ki. Orada dərsliklərin hazırda bir dərslik komplektinin yaradılması, yəni 3 komplektdən ibarət olması nəzərdə tutulur ki, onun birincisi olacaq dərslik, ikincisi olacaqdır müəllim üçün metodik vəsait və üçüncüsü olacaqdır şagird dəftəri. Yəni 3 hissədən ibarət olacaqdır və dərslik hardasa müəllimin şagirdin üzərində işlədiyi bir vəsaitdir və şagird dəftəri də ona əlavə olan bir vəsaitdir və müəllim üçün kitab bu iki vəsaiti koordinasiya edən bir kitab olacaqdır. Təbii ki, bizdə belə bir ənənə olubdur, yəni dərsliklərə rəhbərliklər yazılıbdır və o rəhbərliklər dərsliklərlə işləyən adamları istiqamətləndirmək üçün olubdur.